bu bir həftədir mənə qarşı olan bütün iddiaların arxasında prezident aparatının ictimai siyasi şöbəsinin müdürü durur, şöbəsi durur. Hətta onların adını da saymaq istəmirəm. Onların həmin şöbənin içlərindən biri böyük bir adımı çəkməsə də mənim nəzərdən bir səhifə, bir palat səhifəsi Musavatda yazılır. Mən bir şey maraqlanırım. Bu Musavat qəzeti xeyri ola prezident aparatının tribünasına çevrilib. Bir vaxt var idi bunun demək tribunasında Aynur Camal qızı yazırdı ki, kim Heydər Əliyevin ölüm xəbərini gəlsə, nişan üzüyümü ona bağışlayacağım. Həmin qəzet və dəfələrlə İlham Əliyevi də küçə sözdən təhqir edən Raif Arifoğlu indi dönüb olubdur prezident aparatının tribunası və oradan verilən tapşırıq əsasında mənim əlimlə yazılan yazılar çap edirlər. Elə bu Elçi Mirzəbəliyin də yazısı odur və s. və s. Cahandar çıxdı dedi ki, prezident 44 günlük müharibədə. Baxın, dövlətdə indi xəyanətkar axtarırlar da. Dedi ki, bir nəfər prezident aparatının şöbə müdürü bir partiya sədrini çağırıb prezident aparatına deyib ki, iş aparın ki, siz deməli bu müharibə Türkiyə ilə Rusiya arasındadır, 44 gün müharibədən söhbət gedir. Bunun bizim xalqımıza aidiyyəti yoxdur. Siyasi partiyalar bu müharibəni müdafiə etməməlidir. İndi bu günə qədər nə dövlət təhlükəsizlik xidməti, nə prezident aparatı Cahandar bəyin bu iddiamına cavab verməyiblər və ya da reaksiya göstərməyiblər. Ya Cahandar bəy böhtan atır, onda bunun haqqında iş yox. Ya da Cahandar düz deyir. Onda niyə o prezident aparatında 44 günlük müharibə Türkiyə-Rus müharibəsidir, biz bu müharibəyə qoşulmamalıyıq deyən adamlar məsuliyyət, bax, vətənə xəyanət hansı